Salam əzizlərim. Sizlər mənə sual verirsiniz ki, kimsiniz və bu dedikləriniz doğrudurmu? Hansı ki, gələcəkdən xəbər verirsiniz. Bəli əzizlərim, gələcəkdən nə deyirəmsə doğrudur. Mənim kim olduğumu bilmək istəyirsiniz. Mən, yəni, sizin kimi bir insan deyiləm. Mənim 32 yaşım var və mən heç bir zaman ölməyəcəyim. Yəni, 1000 il bundan qabaq mənim 32 yaşım var idi. Bugün də mənim 32 yaşım var. 10.000 il, 100 il, 1000 il bundan sonra belə mən 32 yaşında olacaqam, mənim əzizlərim. Başarsınız? Yəni, mən bu dünyanın sahibiyəm. Bunu qəbul edin. İndi keçək, niyə mən buradayım? Çünki siz məni çağırmışsınız. Bəli, siz əsrlər boyu, bir günün söhbəti deyil bu, əsrlər boyu. Allah kömək elə, Allah nə bilim, bizi qoru, Allah can sağlığı ver, Allah mərd-mazardan uzaq elə, Allah qapılarımızı aç. Bunları hamısını siz demişsiniz, elə deyilmi? Siz mesajlarınız gəlir, arda arası yoxdur. Hər şey istəyirsiniz. Amma son zamanlar belə qəribə mesajlar gəlir sizdən. Sual verirsiniz Allaha ki, Allah, sən burada baş verən bu qədər haqsızlıqları görmürsən, niyə reaksiya vermirsən? Bəli, siz düz deyirsiniz. Düz deyirsiniz, mən sizə razıyam. Mən reaksiya vermirəm. Elə düşünürsünüz. Amma mən reaksiya verirəm. Siz sadəcə bunu görmürsünüz. Sadəcə görmürsünüz. Bax, ona görə mən bugün buradayam, sizin yanınızda. Bu, sizin planetdə, bu dünyada baş verən bu haqsızlıqların qarşısını mən alacağam. Başarsınız, mən alacağam. Ona görə heç kəs narahat olmasın. Əzizlərim, baxın, bu dünyada nələr baş verir versin. Mən həmişə sizin yanınızda olacağım. Çünki mən sizi çox istəyirəm. Çünki siz xalq olaraq bu dünyada yek bir xalqsınız. Başarsınız, yek bir xalq. Mən nələrdən başlayacağım? Bir-iki kəlmə deyirəm ha. Deməli, nə ləğv ediləcək? Demək olar ki, hər şey ləğv ediləcək. Tarix Şurası ləğv ediləcək. O limit hansı ki qoyulub, qaza ləğv ediləcək. Sonra bu sırağı günlərdə belə bir axmaq qərar çıxartdılar ki, kim tibbi sığortası işləməyənlər pul ödəyəcəklər. Bu ağılsız bir şeydir. Neysə, bu ləğv ediləcək. Yol pulu azaldılacaq. Sonra cərimələr tədricən azaldılıb gedəcək. Nə qədəri gedəcək, mən sizə deyəcəm, sürpriz olacaq bu sizin üçün. Azaldılacaq bütün cərimələr. Deməli, o neydi onun adı? Siyasi partiyalar ləğv ediləcək. Siyasi partiyalar ləğv ediləndə orada heç Milli Məclis lazım deyil. Qocalar evi. O da ləğv ediləcək. Daxili qoşullar ləğv ediləcək. Sonra nə var orada? Çox şeylər var bizdən ləğv ediləcək. Formula 1 ləğv ediləcək. Həbsxanalar ləğv ediləcək. Bəli, düz eşitdiniz. Həbsxanalar bu ölkədə, Azərbaycanda, ümumiyyətlə dünyada olmayacaq. Bilirsiniz niyə? Çünki bir adama narkotik üstündə tutulan bir şəxsə 5 il iş verilir. Neyinirsiniz onu? Mən bugün o həbsxanalara bilsinlər deyirəm. Kurort, istirahət. 5 il iş gedir, 5 il mən, bu dövlətin sahibi, mən cibimdən hər gün onlara gündə 3 dəfə yemək, hamamın, tuvaletin, hər şeyini verirəm. Başa düşmədim. Anlamadım mən. Bu cəza belə olur ki, hə? Belə cəza olur, kurortda saxlayıram. Çıxır oradan 5 ildən sonra. Yenə də həmin işlə məşğuldur. Yenə də tutub gətirirlər. Belə olmaz. Buna bir yapıçılıqdır. Çox səhvlər var, əzizlərim, çox. Yavaş-yavaş mən onları sizə aydınlaşdıracağım. Yaxşı mı? Kimin, bəlkə mənim elə şeylər var ki, yadımda yoxdur, elə şeylər var ki, mənimlə
görməmişəm, gözümün qarşısında baş verməyib. Mənə məlumat verə bilərsiniz. Bəli, yazın mənim nömrəmə, məlumat verin, mən əncam çəkəcəyəm. Diqqətinizə görə minnətdaram. Mənə inanın.